Salam yoldaşlar, vasitə olsun. Deməli, izah eləyəcəyimiz mövzu atmosferin sualları, yəni bilirsiniz, biz sırf məsələləri işləyirik. Atmosferin məsələlərini işləyəcəyik bu gün də. Atmosferin nə ki, indi orada temperatur məsələləri, təzyiq məsələləri üstə gəlinsin. Bundan əlavə temperatur məsələləri, təzyiq məsələləri, yəni nə ki var, hər birisini bir-birinə inşallah işləyəcəyik, məlumatımız olacaq və çalışın maksimum hər bir sualın asan izahlarını verəcəyik. Coğrafiya bloku hazırlaşanlar, olimpiyada hazırlaşanlar, yəni aşağı siniflərdən, istər aşağı yaş qrupu olsun, istər yuxarı yaş qrupu olsun, hazırlıqlar davam edir. Hazırlıqlar mövcuddur, həftədə 3 dəfə, istəyə uyğun saatlar artır, azalır. Və blok imtahanına hazırlaşanlar da təbii ki, nömrələrimizlə əlaqə saxlaya bilərlər. İzləyin videonu inşallah ki, bəyənmək, əməyə hörmət etmək yaddan çıxmasın. Yəni bizə bu əziyyət çəkib yerləşdiririk. Siz də inşallah ki, bəyənin, paylaşın və abunə olmağı unutmayın. Başlayırıq yoldaşlar. Atmosfer bilirsiniz ki, bir rütubətli, bir təzyiq, temperatur məsələləridir. Demək biz bir toxunaq bu məsələlərə. Birinci başlayaq nədən? Təbii temperaturdan başlayaq. Temperatur məsələsi, temperatur məsələsinə baxırıq biz təbii ki. Temperatur məsələsi uşaqların normalda çətinlik çəkdiyi, ümumiyyətlə coğrafiya bəzi humanitar fənn sayıldığı üçün son vaxtlar bu içində məsələlər də olur. Yəni bir texnik humanitar qarışıq olduğu üçün uşaqlar da sıxıntı yaradır. Amma çox sadə məsələlərdir burada olan məsələlər. Yəni yorucu məsələlər deyil, anlaşılmaz çətin olan məsələ deyil. Sadəcə yön tutmaq, istiqamətini bilməlisiniz. Məsələn, müxtəlif üstəcə bilirsinizsə, məsələn A çıxsın, B kvadrat, A minus B plus B isə bu da eyni məsələdir. Gəlin temperatur məsələsinə bax. Temperatur bilin ki, deməli, temperatur iki cür dəyişir. Bir üfüqi şəkildə, bir də şaquli istiqamətdə. Üfüqi, yəni biləsiniz ki, üfüqi deyirsə bizə, üfüqi dəyişmə. Yoldaşlar, deməli qalmışdıq harada? Zəng gəldiyə məcbur söndürəsi oldum. Üfüqi deməli dəyişir və üfüqi istiqaməti dəyişir. Bir də ki, yadda saxlayın, üfüqi istiqamət. Bir də üfüqi istiqaməti necə olur? Üfüqi ekvatorun qütblərə doğru, yəni. Ekvatordan qütblərə doğru dəyişir. Qütblərə. Bir də var şaquli temperaturun dəyişməsi. Şaquli dəyişmək isə bilirsiniz ki, məsələn, tutaq ki, bunu da belə göstərim sizə. Əgər bu şaquli baxın, rəzdən bilirsinizsə, perpendikulyar deməkdir. Yəni, məsələn, bu bir dağdırsa, 2 metr hündürlüyündə. Şaquli, yəni bu yer səthi 0 metrdir. Hündürə qalxdıqca temperatur neyinir? Aşağı düşür. Bu da şaquli dəyişmək deyirlər. Gəlin məsələlərə baxaq təbii ki. Bilin ki, bir dənə qaydanı temperatur məsələlərində hər deməli 100 metr. Məsələn, baxın, tutaq ki, bu bir dənə dağdır verilib. Burada səthi 0 metrdir. Yadda saxlayın, hər 100 metr yuxarı qalxdıqca temperatur bura 100 metrdirsə artıq. Temperatur 0,6 dərəcə aşağı düşəcək. Və bu tənasüb qurası olsaq, hər 1000 metrdə eləyəcək 6 dərəcə. Bunu yadda saxlayın, bitdi getdi. Və hər 5 metrdə 3 dərəcə aşağı düşür. Yəni bu temperatur ümumi səciyyəsidir. Qısa olaraq, hər 100 metrdə 0,6 dərəcə aşağı düşəcək. Hər 1000 metrdə, yəni 500 yazaq, 500 metrdə 3 dərəcə dəyişəcək, aşağı doğru 1000 metrdə isə təbii 6 dərəcə temperatur dəyişəcək. Bitdi getdi, bu qədər. Başqa bir şey yoxdur. İndi gəlin təzyiq məsələsini izah eləyək. Təzyiq məsələsi də asan məsələdir. Təzyiq də eyni olduğu kimi, təzyiq məsələsi yoldaşlar eyni temperatur olduğu kimidir. Hündürlüyə qalxdıqca dəyişir. Hündürlüyə qalxdıqca az aşağı düşür. Yəni, məsələn, bu bizim fikirləşdiyimiz bir dağımızdır. Burası 0 metrdir. Və hündürlüklər də getsə artacaqdır, düzdürmü? Gəlin baxaq. Yəni, təzyiqdirsə, hər 10 metr yuxarı qalxdımsa, 10 metr qalxdım, təzyiq 1 milli aşağı düşdü. 100 metr qalxdım, təzyiq 10 milli aşağı düşdü. 1000 metr qalxdım, tutaq ki, təzyiq 100 milli aşağı düşdü. Yəni, çox sadə qanundur. Yəni, hər 10 metrdə 1 milli civə sütunu, hər 100 metrdə təbii ki
10 milli civə sütunu və hər 1000 metrdə isə təbii ki 100 milli civə sütunu aşağı düşmüş oldu. Yəni siz 10 metr qalxdınız, təzyiq bir dərəcə aşağı düşdü. 10 metr qalxdınız, təzyiq 1000 mil aşağı düşdü. Bu qədər bəsit bir şeydir təzyiq. Gəlin bir dənə də sizə izah eləyək. Rütubətlik məsələsi. Rütubətlik ümumiyyətlə elə çətin bir şey deyil. Sadəcə olaraq çətin mövzu deyil yəni. Burada standart göstəricilər var, onu bilməlisiniz. Yəni bilməlisiniz ki, təzyiqdə rütubətli ümumiyyətlə, tutaq ki bu buluddur. Bir buluddur göydə. Bunun tərkibində su buxarı var da, bilirsiniz, su buxarı var. Bunlar su damcılarıdırsa əgər, bunun tərkibində çoxlu su buxarı var deməkdir. Və hər bu özü vahid qəbul olunur. 1 metr kub hava gedir bu. 1 metr kub, yəni həcmi kub varsa həcmi məsələ bəlkə gedir burada. Yəni burada sonsuz sayda nöqtələr var da, tutaq ki, su buxarı var. Və bu 1 metr kub standart əgər gedirsə, yadda saxlayın ki, burada vahid göstəricilər var. Məsələn, təzyiq 1 metr kub hava və təbii ki, temperatura uyğun. Tutaq ki, 0 dərəcə temperaturda 1 metr kub havada olur 5 qram su. Yadda saxlayın. Yəni 1 metr kub hava bu temperaturda 5 qram su saxlaya bilir. 10 dərəcə temperaturda 1 metr kub havada saxlaya bilir 9 qram su özündə. Yadda saxlayın. Yəni 10 dərəcə temperatur varsa, bu bulud özündə maksimum 9 qram su saxlayacaq. Tutaq ki, temperaturun məsələn, deyək ki, 20 dərəcədirsə, burada artıq mən 1 metr kub havada maksimum 17 qram su buxarı saxladığını bilirəm. 30 dərəcə temperaturda isə 1 metr kub havada olacaq 30 qram su. Yəni bunlar göstəricilərdir, bunu bilməlisiniz. Sadəcə bunları əzbər bilin, işiniz asandır. 0 dərəcə temperaturda 1 metr kub havada olur 5 qram su. 10 dərəcə temperaturda 1 metr kub havada olur 9 qram su. 20 dərəcədə 17 qram su, 30 dərəcədə 30 qram su buxarı saxlaya bilir özündə. Bitti, getdi. Gəlin başlayaq məsələlərimizi. Atmosferdə ilk öncə baxaq görünən məsələləri var. Deməli, baxaq yoldaşlar. Atmosferə başlayaq görünən məsələ var. Deməli, səhvə 100-də baxaq. Səhvən başdan baş. Deməli, günəş radiasiyası məsələsidir. İlk öncə radiasiya məsələsinə baxasıyıq. Deyir ki, bizə ümumi günəş radiasiyası miqdarı 40%, yəni 36 kilokalorisi yer səthəyə udulmuşdur. Müvafiq olaraq ümumi və əks radiasiyanın kəmiyyətini hesablayın. Yəni, ümumi radiasiyadır, 10-40% 36 kilokaloridir. Yəni, ümumi radiasiya x-dırsa, həllə başlayırıq artıq. O deməkdir ki, yadda saxlayın. Bunun 40%-i nə olub? Udulubdur. 40%. Gəlin ilk məlumat verim ki, ümumi günəş radiasiyası nəyə bərabərdir? Udulan və əks olunan cəmidir. Bunlar cəmləsəm mənə ümumi radiasiyasını verəcəkdir. Bu qədər rahat bir qanundur. İndi biz bu məntiqlə yola çıxasıq. Olsaq yoldaşlar, unutmayın ki, cavab alasıyıq. Bu yəni ümumi radiasiya x idisə, bunun 40%-i uduldu. Yəni bu da bilirsiniz ki, 36 deməkdir. Yazıb da bizə bitti, getdi də. 40% təbii bölü 100 var burada. İndi mən bunu belə yazdım faiz kimi, sonra təzədən yazaram. Yəni x vurulsun 40 bölünsün 100 bərabərdir 36-ya. Bitti, getdi. Buradan bilirəm ki, artıq onunla getdi ixtisar. Əla. X də bərabərdir 36 vurulsun 10 bölünsün 4. Yəni cavab eləyir 90. Yəni ümumi radiasiyam 90 imiş. Mən x nə demişdim? Ümumi radiasiya demişdim. 90 imiş və 90-dırsa bunun 36-sı udulubsa əlbəttə əks olunub da. Cavab D variantı. Bu qədər rahat sualdır yəni. Bir dənə prinsip bilin ki, ümumi radiasiya bərabərdir əks olan və udulan cəminə. Bunu bildirsə işiniz artıq asan həll olunacaq. Ümumi radiasiya 80-dir, yəni ümumi 80 kilokalorisi, yəni 40% əks olunubdur. Ümumi yenə bilmirəm x-dir. Onun 80 kilokalorisi, yəni 40%-i əks olunubdur. Yəni 40% 80 kilokalori deməkdir. Düzdürmü? Birbaşa faizini yazıram burada. Bərabərdir 80-ə. Bitti, getdi. Mən burada ümumi tapacağım. Məsələn, əldə edəcəm. Getdi 10-a ixtisar. Bu da buna bölündü 20, oldu 200. X bərabər demək, ümumi radiasiyam 200 kilokalori imiş, təbii ki. 200 kilokalori imiş. Bunu da bilirik ki, 80 kilokalorisi əks olunubdur. Demək, 120-si udulub da. 200 və 120. 200 ümumidir, 120-si udulub, 82 olunubdur. Bu qədər.
Bu şifahidir, bundan işimiz yox. Aha. Baxırıq 25-ə. Demək, deyir ki bizə sxemdə verilən A nöqtəsinin davamlı temperaturu 10,5-dir. Bir sxem hanı ki, sxem deyirlər. Aha, sxem buradadır. Sxemə baxaq biz. A nöqtəsinin davamlı temperaturu nə qədərdir? 14,5-dir. Bu A nöqtəsidir. Buranın temperaturu bəllidir bizə artıq. 14,5-dir. Yəni, fərqi yoxdur da, mən burada 10 yaza bilərəm və yaxud da bunun qırağına da yaza bilərəm. 14,5 dərəcədir. B nöqtəsi nə qədərdir? B isə 11,8-dir. B isə 11,8 dərəcədir, eləmi? Əla. Bizə nə soruşur? C nöqtəsinin, təbii ki, atmosfer təzyiqini soruşur. Aha, bu da maraqlı sualdır. Bizə C nöqtəsinin atmosfer təzyiqini soruşur. Biz ümumiyyətlə keçmişik sizinlə nəyi? Sizinlə bilirik ki, horizontal məsələsində biz metrdən istifadə edirik. Kəsmə üstə keçmişik, metr keçmişik və biz sizinlə bayaq izah etdiyim kimi temperaturu hündürlüyə, yəni geldən yola çevirə bilərəm. Və buradan kəsmə üstə taparam, sonra C-nin hündürlüyünü tapıb onun təzyiqini taparam. Yəni qısa olaraq, mən ilk öncə burada məsələ necə eləyim? A-da 14,5-dir, B 11,8-dir. Bunlar mənə nə kömək edə bilərlər? Təbii mən burada bir də ipucum budur ki, dərin səviyyə 0 metr olur. Bunu artıq bildim. Dərin səviyyə 0 metrdir. Bu birinci horizontaldır. B isə ikinci horizontaldır. Fərqi yoxdur. B 2-dir. Yəni elə A-nı bura yazmış və yaxud da A-nı burada yaza bilərəm mən. Fərqi yoxdur. Yəni A ilə B arasında hündürlük fərqini tapsam, o kəsmə yüksəlliyi eləyəcək. Temperatur fərqindən hündürlük fərqini tapasıyam. O kəsmə yüksəlliyi eləyəcək. Oradan mən C-nin hündürlüyünü tapıb təzyiqini tapacam. Bitdi, getdi. Diqqət edin. Demək, necə olacaq məsələ? Məsələ belə olacaq. Gəlin ilk öncə biz bu temperatur fərqlərini tapaq. Sonra onu çevirək hündürlük fərqinə. 14,5-dən çıxaram nəyi? 11,8-i. Bu da eləyər 7. Təbii ki. 3-dən bir çıxanda 2. 2,7 dərəcə eləyər. Dərəcə eləyir 2,7. Gəlin biz bu iki horizonta 2,7 dərəcə apardırıq. Gəlin o zaman biz neyini? Bu dərəcəni çevirək metrə. Yəni biz bilirdik ki, bizim hər 100 metrimizdə temperatur nə qədər düşürdü? 0,6 dərəcə düşürdü, düzdür? O zaman 2,7 dərəcə temperaturun düşməsi üçün nə qədər hündürlük lazımdır? X hündürlük altından temperatur altından bitdi, getdi. 2,7-ni vuracam 100-ə böləcəm 6-ya, yəni 270-i böləcəm 0,6-ya, 2700-ü böləcəm 6-ya, yəni bu deməkdir. Əla. Buradan da baxıram ki, düşür neçə dəfə? 4 dəfə, 24, 3 gəlir, bu da 0, 5, 450 eləyir, eləmi? Deməli, mənim bu iki horizontalım arasında 450 metr fərq var imiş. O zaman mənim horizontalım neçə olur, kəsmə üstələm neçə olacaq? Bu əgər dərin səviyyəsi 0 metr idisə, bir də baxaq düz böldük. 4 dəfə 24, 30, 5 dəfə, 450 düzdür, bizim nə günahımız var ki? Aha, dərin səviyyəsi yuxarı qalxası olsam, bura 0 metrdir, 2 horizontal gəldim və B 450-dir. Yəni kəsmə üstələm mənim nə qədərdir? Mən onu 2-yə bölsəm, kəsmə üstə taparım. Kəsmə üstələm 225 metrdir. Əla. 225 metrdirsə əgər, gəlin baxaq. Necə olacaq məsələmiz? Buradan götürəcəyik. Deməli, 225, 450, üstünə 225 gələcəm. Yəni, 1, 2, 3, 4, 5. Mən 5-i 225-ə vursam, taparam da məntiqlə, düzdürmü? Təbii də bir sayıram ki. 5-i vurum 225-ə, olsun 125 metr. Demək, C nöqtəsi hündürlüyü nə qədərmiş? 1125 metr imiş. Bunu tapdım. Artıq bunun təzyiqini tapmağa nə var ki? Təzyiq tapmağa nə var ki burada? Bu da asan qaydadır. Demək, bilirik ki, bizim artıq bunun cavabıdır. Hə, bu sual düz baxmışıq. Bilirik ki, burada artıq biz, nədir məsələ? 1000 metr qalxanın təzyiqi nə qədər aşağı düşürdü? Təbii 100 milli. O zaman 1125 metr üçün nə qədər düşəcək aşağı? X. X də bərabərdir
1125'i vuracam 100'ə, böləcəm 1000'ə, bu 2 0 getdi işinə, qaldı 112,5. Təbii dəyər səviyyəsində təzyiq nə qədər idi normal? 760 mm və üstün idi. Bunu bilirdik onsuz da. Bitdi. 760'dan 112 çıxacam, tapacam cavabımı. Bu qədər. 760'dan çıxacam 112,5'i. Olacaq 5, 7, 5. Olacaq 500. Deməli olacaq 7 çıxanda 6. 657,5 mm və üstün. Bu da bizim oldu cavabımız. Bitdi getdi yoldaşlar. Baxır növbəti sualımıza artıq. Bu hansı 125? Bu 124 idi. Hə 125'ə baxırıq. Burada bir sualı yoxdur. Hansı ki keçək yuxarı. Hə burada bir dənə sual yoxdur, burada misal yoxdur burada. Gəlin baxaq, burada misallar var. Deməli zirvələri gəlin bu misallı ilə ikisini tez burada çəkək. Baxaq misalımız olur. Deməli deyir ki 30-cu sualda zirvələrin mütləq hündürlükləri 4000'dir və 2370 metrdir. Onlarsa atmosfer təzyiq fərqini tapın. Təzyiq fərqini tapmaq bilinci yoldaşlar. Baxın sizə bu qanunu deyim ki, belə hündürlük fərqi əslində təzyiq fərqi deməkdir. Yazıram bura hündürlük fərqi bərabərdir təzyiq fərqinə. Təzyiq fərqinə yadda saxlayın. O da bərabər temperatur fərqinə. Yəni bu üç qanunu bilin. Temperatur fərqi. İndi bunu misalını izah edəcəm. Daha yaxşı görəcəksiniz sadə qaydada. Deməli baxırıq sualımıza. Deyir ki bizə zirvələr 4370'dir. Yəni biz 4000'dən 2370'i çıxaq. 0, 3, 6, 1. 1630 metr elədi. Əla. Buradan bizə təzyiq fərqini soruşur. Biz bildik ki təzyiq hər 1000 metrə nə qədər dəyişirdi? 100 milli aşağı düşürdü, düzdürmü? O zaman 1630 millimetrə nə qədər dəyişər? X dəyişər. Burada tənasübünü eləsək, x bərabərdir nəyə? X bərabər təbii ki 1630 vurulsun 100 bölünsün 1000'ə. Bu da 1, 2, 3, 1, 2, 3. Yəni 163 qaldı cavab. Amma cavabımız təbii ki bu deyil. Öyle budur. Hə, təzyiq fərqi budur. 163 milli idi. Bəli. Z variantı. Yəni bu iki hündürlük arasında təzyiq fərqi 163 milli oldu. Civəstunu. Yəni gördünüz ki, hündürlük fərqindən təzyiq fərqini ortaya çıxartdıq. Baxaq 31-ci suala. Kilimanjaro dağının dəniz səviyyəsində 2 metr hündürlükdə. Aha. Baxın. Burada bizim bir dənə dağımız var. O olsun Kilimanjaro dağı. Bura bilirsiniz ki 0 metrdir. Kilimanjaro hündürlüyünü əzbər bilməlisiniz ki 5895 metrdir. Və burada olsun 5000 metr. Bura olsun 1200 metr. Aha, əla. Və 1200 metrdə təzyiq nə qədərdir? Buradakı təzyiqi mənə veribdir. 640 milli. 640 millidir. Nəzərə alsaq 5000 nöqtə atmosfer təzyiq fərqi nə qədər olduğunu hesablayın. Bizdən buranın təzyiqini soruşur da, bitdi getdi. Bu qədər sadə. Bunu həll etmək üçün yoldaşlar, baxın. İdeal hissə hündürlük fərqi. Biz bu iki məntəqə arası hündürlük fərqini tapsaq, təzyiq fərqini tapmış olarıq. Gəlin baxaq. İlk öncə 5000'dən çıxaq 1200'ü 0, 0, 8, 3. Burada 3800 metr hündürlük fərqi var. Gəlin biz bunu çevirək təzyiq fərqinə. Bildik ki bizdə hər 1000 metrə təzyiq nə qədər dəyişirdi? 100 milli aşağı düşürdüsə, o zaman 3800 metrdə olacaq x. X də buradan bərabərdir. Bu 2 0 gedəcək. Bu 0 gedəcək. Olacaq yerdə nə qədər? 380. 380 milli deməli burada təzyiq fərqi var imiş. Və təbii ki burada təzyiq 640 idi. Biz buradan yuxarı qalxdısan demiş təzyiq aşağı düşür axı. Aşağı düşürsə, demək 640'dan çıxacam 380'i tapacam da. 0 çıxanda 6 100. Demək həmin bir məntəqə təzyiq 160 mm və üstün imiş. Təbii orada biz nəysə sərf etmişik təbii ki.
İkinci adı 160 yoxdur. Təbii burada 2 eləyir. 260. Cavab olur C variantı. Yəni çox sadə qaydada bilin ki, təzyiqi temperatura, temperatur təzyiq fərqini çevirmək mümkündür. Növbəti sual, buna da şifahi baxaq. Deyir ki, külək daha zəif əsər hansı məntəqədə? Hansı yəni fərqlər arasında? Küləyi yadında saxlayın ki, küləyi yaradan səbəb təzyiq fərqidir. Təzyiq fərqidir. Bu səbəb budur, başqa bir səbəb yoxdur. Təzyiq fərqi nə qədər çox olsa, küləyin sürəti o qədər çox olar. Yadda saxlayın. Təzyiq tərs mütənasibdir. Təzyiq fərqi çoxdursa, külək güclüdür. Külək güclü olacaq. Bir də əksinə, təzyiq fərqi əgər azdırsa, külək zəif olacaq. Zəif bitdi, getdi. Və biz baxırıq bu məntəqələrə ki, n məsələn 750-dədir, yəni A bəndinə gəlin baxaq da. A-da O-dan P-yə deyir. 10 ilə P arasında nə qədər fərq var? 5 milli. Burada 5 milli fərq var. Bunları qeyd eləyək. Sonra baxaq B variantına. B-də N-dən M-ə. N-dən M-ə nə qədər fərq var? 750, 770, 20 milli fərq var. Baxaq C variantına. C variantında deməli P-dən B-yə fərq var 10 milli. D variantında O-dan M-ə fərq var 760, 770, 10 milli. Y variantında N-dən B-yə fərq var 1, 751, 15 milli. Demək, küləyin ən zəif olduğu yer hər olacaq A variantı. Niyə? Çünki burada ən az fərq buradadır. Baxırıq suala yoldaş. Deməli, deyir ki, bizə səhvə neçədir bu? Səhvə 132-yə baxırıq. Misallara baxaq. Burada misal yoxdur, burada yoxdur. Aha, 98-ə baxaq. 98-ə deyir ki, bizə təbii 4500 sürətdə olan priz məlum olur ki, havanın temperaturu 0-dır. Dağın ətəyində okean səviyyəsində havanın temperaturu hesablayın. Baxın, adam bir dənə dağa çıxıbmış, dağdaymış. Bura 0 metr olsun, ətəkdir. Bura 4500 olsun, yüksəklikdir, lakins buradadır. Necə gəzirmişdim, bekarsıq imiş. Bura temperatur 0 dərəcə deyil, amma atam. Əla. Deyir ki, buradakı temperatur tapın, sual. Bunu tapmaq üçün bəlkə izah eləmişik. Buradan biz bilirik ki, hündürlüyü biz aşağı düşdükcə temperatur neyindir? Artır. Mən də bilirəm, temperatur hər 1000 metrdə 6 dərəcə artırsa, dəyişirsə, 4500-də nə qədər dəyişəcək? X bərabərdir, bu 2 0 bundan getdi. Olacaq 6, 24, 27 dərəcə. Getdi. Demək, həmin vaxt dağın ətəyində 27 dərəcə temperaturu var imiş. Yəni, bilirsiniz, suallara çox diqqətli yanaşın. Diqqətli yanaşsanız, həqiqətən coğrafiya çox şifahi fəndir. Bir də imtihana hazırlaşan tələbələr, təbii ki, şifahi məsələlərdə də çalışın çox məsələ işləyin. Deməli, deyir ki, bizə, indi burada bir horizontal verib. Nesnədir? Video çəkir. Deməli, burada 1, 2, 3, 4 dənədir də. Gəlin çəkək. 1, 2, 3, 4 dənə horizontalımız var. Düzdürmü? Gəlin, lap üzərində işləyək. Nə olacaq ki? Burada horizontallar var. 4 dənə. Görürsünüz də özünüz. 1, 2, 3, 4 dənə horizontaldır. Və kəsmək 150 metrdir. B-nin məntəqəsində havanın temperaturu 10-dur. Burada 10 dərəcədir. Bunu bildik. A məntəqənin temperaturunu tapın deyir. Lap yaxşı. Biz gəlin kəsmə üsulu çevrək hündürlük fərqindən. Burada 1, 2, 3 dənə horizontal var. Yəni bu nə qədər eləyəcək? 150-ni vursaq 3-ə 450. 450. Nə? Telefonu qoyaq qoyub. Aha. 450 metr eləyəcək. Biz də bildik ki, bizdə hər 100 metrdə temperatur 0,6 dərəcə dəyişirsə, 450 metr nə qədər dəyişəcək? X də bərabərdir nəyə? 450-ni vuracaq 0,6-ya, böləcəyik təbii ki 100-ə.
Bu 0 bundan getdi. 45 də deməli 0,6-ya vursam, lap belə deyək də. Bu 45 bundan getdi, qaldı 5-ə 2. Burada qaldı 9. Bu da bundan getdi, qaldı 0,3. Oldu 2,7 dərəcə. Demək ki, 450 metrə, yəni B-dən A'ya qalxana qədər temperatur 2,7 aşağı düşəcəkmiş. Baxın, cavabı 2,7 də var. Bu bizim cavabımız deyil. Onun üçün biz B-dən başlamışdıq. B-dən A'ya getdikcə temperatur aşağı düşür. Təbii, bura 10 dərəcədirsə, bundan çıxacam nəyi? 2,7-ni. Çıxacam 2,7-ni. Olacaq cavab nə? 7,3 dərəcə. Demək, temperatur 7,3 dərəcəymiş. Bu qədər. Baxın, yoldaşlar deyir ki, bizə 103-cü sualda, səhifə 132, sual 103-də deyir, A-nın temperaturu -4, B-nin temperaturu 8 dərəcə olarsa, sıxanı kəsmə ölçüsü müəyyən edin. Kəsmə ölçüsü tapmaq üçün gəlin biz bu temperatur fərqindən hündür fərqinə çevirək. Təbii bilirsiniz ki, bu yüksəklikdir. Yəni, mən A-dan B-yə doğru düşsə, mənim temperaturum nə olacaq? Artacaq. Məla. Biz bunları neyiniyək? Yəni, və yaxud 8-dən yuxarı qalx temperatur düşəcək. Düzdürmü? Mən 8-dən nə çıxsam -4 eləyər. Təbii 12 çıxsam. Düzdürmü? X bərabərdir 12-yə. Bu qədər. Demək, temperatur 12 dərəcə. B-dən A-ya qədər temperatur 12 dərəcə neyiniyibmiş? Azalıbmış. Gəlin biz bu 12 dərəcəni çevirən metrə. Onu çevirən sonra kəsmə ölçüsü tapmağa nə var ki? Biz də bildik ki, artıq məntiq etibarilə bizim belə deyək də, 1000 metrdə temperatur alt dərəcə dəyişirsə, 12 dərəcənin üstündə bizə nə lazımdır? X, yəni X bərabərdir 2000 metr. Yəni, bu demək ki, B-dən A-ya qədər 2000 metri var. Bu yol 2000 metrdir, bunu bilək. Və yaxşı, burada neçə dənə horizontal var? 1, 2, 3, 4 dənə. Demək, 2000 böləcən 4 olacaq 500. Demək, kəsmə üstələm nəymiş? 500 imiş. Və təbii, horizontal məsələni bilmək istəyirsinizsə, onu da mən səhifədə paylaşmışam. Girin, baxın, təzə paylaşmışam özdə. Baxır səhifə, deməli, sual 102-yə. Deyir ki, B nöqtəsində atmosfer təzyiqi 758-dir. Bunu da çəkəkdə özümüz üçün, qoy, sərqəli olsun. Normalda videonu saxlayıram da artıq bilirsiniz də niyə? Çünki vaxt gedir, çəkəndə olar. Bu az deyil, bir saxlamadım videonu. Bura B-dir. Bura A-dır. Və bu təbii yüksəkdir, haradan bilirəm? Kəsmə piştiklərdən bilirəm. A-nın təzyiqi 758-dir. 758 mm-dir. Və horizontallar 20 metrdən bir keçirilib. Bizə A nöqtəsinin atmosfer təzyiqini, bu B-də idi, bağışlayın. B-nin təzyiqi 758 idi. Ox, qoyuram, buraya yazacağım 758-də fərqi yoxdur, yəni. Və horizontallar hər 20 metrdən keçirilibsə, bizə A-nın təzyiqini soruşur. Gəlin tapaq da. Biz artıq bildik ki, buradan başlasam, 2 dənə horizontal, yəni 40 metr fərq edir. B-nin A-nın fərqi 40 metrdirsə, biz o metri çevirək birinci dərəcəyə, gör neçə dərəcə fərq eləyəcək. Bilirik axı, A-dan mən B-yə qalxsam, təzyiq aşağı düşür. O zaman, gəlin baxaq. Biz demişdik ki, hər 100 metrdə təzyiq 1 milli aşağı düşürsə, o zaman 40 metr düşəcək X. X də bərabərdir. Lap bunu belə 10 ilə də hesablaya bilərdik, fərqi yoxdur. Yəni, biz bunu 10 ilə hesablayaq. 100 ilə kəsr alınmasın. 10 metrə bilirsiniz ki, 1 milli dəyişirsə, 40 metrə dəyişəcək X də bərabərdir 4 milli. Bitti, getdi. Deməli, A-dan B-yə qalxana qədər 4 milli aşağı düşüb, B-dən A-ya gəlsəm, buradan aşağı gəlib 4 milli əlavə eləməliyəm. Üstünə olacaq 762 mm. Yəni, Y variantı. B-dən A-ya qalxıb düşəndə təzyiqin üstünə gəlirəm, A-dan B-yə qalxanda çıxıram. Bu qədər. Baxıram 99-cu suala, yoldaşlar deyir ki, bizə nədir məsələ? A nöqtəsində təzyiq 760-dır. Ay, sağ ol. A-nın təzyiqi 760, yəni bura 0 metrdir. Çünki 760 yalnız 0 metrdə olur. Bunu bildim və bu dağıdır, çünki yüksəyə qalxacam, B kiçik çölədir. B-nin təzyiqi isə 460-dır. B-nin təzyiqi 460-dır. Əla. Bu da 760 idi. Əla. Havanın temperaturu A-da 10 dərəcədir. Bu da əla. Verilənlər bir yazım yerinə müsbətdir, yəni. Dağın nisbi hündürlüyünü tapın və B nöqtəsinin havanın temperaturu tapın. İlk öz nisbi hündürlüyün olduğunu bilməlisin. Nisbi hündürlük zirvə ilə ətər arasındakı fərqdir. Yəni, B ilə A-nın fərqi nisbi hündürlükdür. Yəni, mən B ilə
A-nın fərqini tapmalıyam. Bunu bəs necə tapım? Mən bəxət dedim ki, sizə tərzi fərqi əslində hündürlük fərqi deməkdir. Onun üçün gəlin biz ilk növbədə birinci olaraq 760-dan çıxaq 460-ı böləyəcək 300 milli. Bunu da çevirək hündürlük fərqinə. Bilirəm ki, 1000 metr üçün əgər 100 milli təzyiq dəyişirsə, 300 milli təzyiqin dəyişməsi üçün də aydın məsələdir ki, x 1, 2, 1, 2, bu da getdi bundan, qaldı nə qədər? 300 metr. Daha doğrusu, mən tələsdim biraz burada. Baxın, yoldaşlar, video çəkirmi? Çəkir. Aha, burada x deyiləmi? 2, 0 getdi işinə, yerdə qaldı 300 metr. Demək, bunların hündürlük fərqi nisbi hündürlük 300 metrmiş. Bunu tapdım. Bəs bunu mən hardan tapdım? Təbii tərzi fərqindən tapdım. Tərzi fərqindən bildim ki, nisbi. Yəni tərzi fərqi hündürlük fərqi deməkdir də sadə olaraq. 300 metr imiş və B-nin temperaturunu tapın. Lap yaxşı. Biz də bölü tərzdən ikinci işarəti quracağıq. Bili temperatur hər 1000 metr nə qədər dəyişirdi? 6 dərəcə dəyişirdi. O zaman 300 metr temperatur nə qədər dəyişəcək? X. X də bərabərdir 18 dərəcə dəyişəcək temperaturun. Bitdi, getdi. Və A-da temperatur baxırsınız ki, 10 dərəcədirsə, bunu demişdi də bəyəxə bizə. A-nın temperaturu 10-dursa, mən burada yuxarı qalxan temperatur aşağı düşməlidir də. Yəni, ondan çıxacam 18-i, yerdə qalacaq -8 dərəcə. Tapdıq. Yəni, cavabımız olacaq nə? Cavabımız olacaq, təbii ki, bu variant. 3000 və -8 dərəcə. Gəlin növbəti suala baxaq. Videonu saxlayıb təkrar baxın. Mən o qədər rahat izah elədim ki, dədə, başa düşəcəksiniz. Bu videolar əslində öz uşaqlarıma hazırlayıram. Necə? Onlayn dərs keçdiyimiz uşaqlardır. Sadəcə bu videoları həm də elə çəkmişkən, özü bu əziyyət çəkirəm də. Çəkmişkən sizə də YouTube-da yükləyirəm, yəni. Siz də oradan baxın. Dağın yamacında 100-ə baxırıq. Dağın yamacında A nöqtəsində havanın temperaturu 11 dərəcədir. Baxım, dəyən dağdır. Burası 0 metrdir. Və yamacında A nöqtəsində havanın temperaturu 11-dir. Yamac, yəni ətəyində də belə deyək də. Yamac nədir əslində? Yamac dağın zirvəsinin hündürlüyü arasında fərqdir. Yəni, bu hissə ki var. Görürsünüz, bu hissə var, 0-la. Bu hissə yamac sayılır. Burada hansı bir nöqtədə fərqi yoxdur. 11 dərəcə. Bura tutaq ki, A nöqtəsidir. Burada temperatur 11 dərəcədir. B nöqtəsinin temperaturu 26 dərəcədir. Bu da B-dir. Burada isə 26 dərəcədir. A və B nöqtəsinin hündürlük fərqini. Eyni misaldır. Heç fərq eləmir, çətin deyil. Temperatur fərqini çevirəcəm. Yəni, mənə bu iki nöqtə arasının hündürlük fərqini soruşur. Getdi. Yəni, mən burada sadəcə nə edəcəyəm? Temperatur fərqini çevirəcəm hündürlük fərqinə. Temperatur fərqim nə qədər? 26, 11 çıxan 15 eləyir. Bilirəm, mənim artıq 1000 metr qalxanda temperatur 6 dərəcə aşağı düşürsə, o zaman temperaturun 15 dərəcə dəyişməsi üçün mənə x metr lazımdır da. X də bərabərdir 15 vurulsun 1000 bölünsün 6. 7 3 ixtisar 2, 3 7 5. Bu da 7 2 ixtisar qaldı 500. 500 vursan 5-ə 2500 metr eləyəcək. Cavab olacaq Y variantı. Burada çətinlik səviyyəsi orta olan sual idi, amma qəbula düşür. Bu ildə qəbula məsələlər çox düşəcək. Paylaşın dostlarınızla, siz də yaxşılıq eləyin. Paylaşın əhatəvinizlə, qrupunuzla, sinif yoldaşlarınızla. Onun üçün yox ki, nəsə qazandırırsınız. Xeyr, sadəcə siz özünüz kiməsə dəstək olursunuz, kömək olursunuz. Videoları paylaşın, məsələn, ona. Bəlkə hansısa bir imkansız bir adam hazır getmə imkanı yoxdur. Baxacaq videoya, faydalanacaq, yararlanacaq. Yəni, o sizin əlinizdən bəlkə xeyir tapacaq. Ona görə də çalışın, biraz humanist yanaşın, humanist olun. Yəni, mən baxmıram, qonşum da baxmasın. Niyə? Yazıqdır, bəlkə elə onun ihtiyacı var baxmağa. Baxırıq nəyə? 101-ci suala. Mütləq hündürlüyü 3000 metr olan dağın ətəyində, bir dənə yenə dağ verib bizə. Dağımdır mənim. Burası 0 metrdir. Ətəkdə temperatur 8 dərəcədir. Əla. Mütləq hündürlüyü 3000 metrdir. Bu nöqtə yəni 3000-dir. Zirvənin temperaturunu tapın deyir də bizə. Yəni bizdən belə deyək də 3000 yuxarı qalxasıyıq. Əla. Ətəyin temperaturu nə qədərdir? 8-dir. Biz də bildik ki, 3000 qalxdıqca hər 1000 metr temperatur nə qədər düşürdü? Hər 1000-ə temperatur düşür aşağı nə qədər? 6 dərəcə. O zaman 3000 üçün də olacaq nə qədər? 18 dərəcə.
Yəni mən 8-dən çıxacam nəyi? 18-i tapacam. Bu da olacaq -10 dərəcə. Demək, həmin vaxtda ora temperatur -10 imiş. Bu qədər sadə bir sual idi. Video çəkir. Baxayım növbəti suala yoldaşlar. Bu da artıq işləmişik. Əla. Baxırıq yoldaşlar, deməli sual 105-ə deyir ki, hündürlüyü 6200 metr olan dağın zirvəsində temperatur -30. Yəni bir dənə dağdır. Baxın. Şəkil çəkin özünüz üçün həmişə. Burası 0 metrdir. Bu hündürlüyü nə qədərdir? Verib bizə 6200 metrdir. Və bunun temperaturu da var bizdə -30-dur. Əla. Həmin dağın ətəyindən okean səviyyəsi 200 metr hündürlükdə. Yəni bizdən baxın buranı soruşur, 200 metri soruşur. Getdi. Lap yaxşı. Biz bunu tapmasını niyə edərik? Biz hündürlük fərqini tapsaq, yəni buradan bura nə qədər hündürlük var onu bilsək, hündürlük fərqindən temperatur fərqini tapa bilərik də. Gəlin tapaq. Hündürlük fərqi nə qədər olacaq? 6200 çıxılsın 200, yəni 6000 metr olacaq. Bizdə bir temperatur hər 1000 metrdə nə qədər dəyişirdi? 6 dərəcə dəyişirdi. O zaman 6000 metrdə dəyişəcək x, yəni x bərabərdir 36 dərəcə dəyişəcək. Yəni bu o deməkdir ki, başa düşün yoldaşlar, mən buradan bura gələnə qədər temperatur 36 dərəcə artacaq. Yəni mən -30-un üstünə gələcəm 36-nı. Bu qədər. Bu da olacaq 6 dərəcə. Cavab yəni olacaq C variantı. Baxın növbəti suala. Demək kəsmə yüksəkliyi deyir ki, burada nə qədər var? Dəmə baxay buna. 4 çəkir. Kəsmə yüksəkliyi demək 1, 2, 3, 4, 5 dənə horizontal var da burada. 1, 2, 3, 4, 5 dənə horizontal və bu dağda hardan bilirəm? Çünki kəsməyə heç çölə veribdir, ştrixləri, əla. Və deyib, burada B nöqtəsi var, ən sonda B nöqtəsi var, əla. Kəsmə üssü 50-dir, lap yaxşı. B-nin təzyiqi də var. Ox qoyuram, 730 millidir. Təzyiq. A məntəqəsinin təzyiqini tapın deyir. A da yerləşir ən sonda. Bu təzyiqi tapmaq üçün mən hündürlük fərqini taparam. Hündürlük fərqini çevirərəm nəyə? Təzyiq fərqinə. Burada 1, 2, 3, 4 dənə horizontal var. 4 horizontal nə deməkdir? 200 metr deməkdir. Bitdi getdi də. Mən də bilirəm, hər 100 metrdə təzyiq nə qədər dəyişirdi? 10 milli. O zaman 200 metr dəyişəcək. X də bərabərdir. 20 milli eləyəcək. İndi mən təbii B-dən A-ya düşdüyüm üçün təzyiq artacaq da bilirsiniz. Buradan gəldim təzyiq artacaq. 730 üstünə gələcəm nəyi? 20-ni. Olacaq 750 mm civə sütununun cavabı budur. O da yəqin ki A variantıdır. Bəli, bitdi, getdi. Bu da belə. Baxaq növbəti 107-yə. Yenə burada deməli nə qədər var? Video çəkir. 1, 2, 3, 4 dənə var. 1, 2, 3, 4 dənə horizontal var. Əla. Bu hündürlükdür. Bilirəm ki, kəsmə yüksəkliyi 5-lik çölə verilibdir. Yəni fərqi yoxdur artıq. Ətərfdən qoysan qoy. A nöqtəsi buradadır. B nöqtəsi ətəkdədir. Və temperatur A-da 20 dərəcədir. Horizontal 100 metrdən bir keçirilib. B-nin temperaturunu soruşur. Lap yaxşı. Mən gəlin ki, burada hündürlük fərqini tapım, çevirim temperatur fərqini. Hündürlük fərqi 3 dənə horizontal 300 metr deməkdir. Əla. Gəlin tapaq. Biz bildik ki, temperatur hər 100 metr nə qədər dəyişirdi? Dəyişirdi 0,6 dərəcə. O zaman 300 metr nə qədər dəyişəcək? X də bərabərdir 1,8 dərəcə dəyişmiş olacaq. Biz də bildik ki, biz A-dan B-yə gəldiyimiz üçün temperatur artacaq. Yəni toplayacam. 20 üstünə gəlirəm 1,8-i. O da olur 21,8. Yəni cavab olacaq Y variantı. Bunu da bildik. Coğrafiya, ümumiyyətlə riyaziyyatdır. Mən özüm 3 fəndən hazır keçirəm. Coğrafiya, riyaziyyat, tarixdən. İndi bəzən soruşurlar uşaqlar əvvəl ki, müəllim necə olur? Baxırlar ki, insan işini sevməlidir. İnsan işini sevirsə, o hər şeyə qadirdir. Mənim öz müəllimim var idi, Cəlilabadda olanda. Akif müəllim. Akif müəllim 8 dənə fəndən dərs keçirdi, hazır keçir. Bugün də yaşayır.
İndi də yaşayır, yəni. Təmiz qolda indi hazır keçmir, amma adam 40 il 8 fəndən dərs keçmişdi, hazırlıq. Cəlilabadda yəni demək olar ki, indi onun hazırladığı uşaqları, prokuror, milli məclisdə işləyəni var. Yəni onun tələbələrindən. Yəni o qədər sahələrdə işləyənlər var ki. Sadəcə insanda bir özgüvən olmalıdır, bir də ki, nə olmalı təbii? Belə deyim də sizə. Sevməlisən, gördüyün işi sevməlisən. Əgər siz gördüyünüz işi sevməsəniz, yəni heç o kiməsə xatir oxumayın, atama xatir, dayıma xatir, müəllimə xatir. Yəni özünüz üçün oxuyun inşallah ki. Və Allah da sizin zehninizə bərəkət verəcək, işləriniz alınacaq Allahın köməkliyi ilə. Təki sevin öz işinizi. 108. Dağın ətəyində atmosfer təzyiqi 7-dən yenə baxın, dağ çəkirəm burada. Yəni dağdır. Ətəyi yəni 0 metrdir də. Burada təzyiq nə qədərdir? 746. Və zirvədə 470-dir. Bura zirvədə bilirsiniz. Bu zirvədir. Bura 470-dir. Dağın nisbündürlüyü, yəni hündürlük fərqini soruşur da. Bizdən bu hündürlük fərqini soruşur. Bu hissəni soruşur. Gəlin bir təzyiq fərqini, hündürlük fərqini tapaq da. Təzyiq fərqi bir hündürlük fərqi deməkdir. 746-dan çıxaq 470-i olacaq 6, 4-dən 7 çıxanda 7, 6-dan 276 mm. Mən də bilirəm ki, mənim 1000 metrim üçün təzyiq 100 mm aşağı düşürdüsə, 276 mm üçün x hündürlük lazımdır. 2 0 getdi, oldu 2760 metr. Deməli, həmin məsafə, bu iki nöqtə arasında məsafə 2760 metr imiş. Keçdik 109-a baxırıq. Dağın yamacında dəniz səviyyəsindən yenə bir dənə dağ çəkirik bura, özümüz üçün. Bu bizim olsun dağımız. Bura 0 metrdir. Və dəniz səviyyəsi deyilsə 0 deməkdir. 1700 yüksəkdə, yəni burada. 1700 yüksəkdə temperatur -5-dir. Burada -5-dir, əla. Və onun ətəyindən 350 metr yüksək temperatur soruşur məndən. Hətta ki, məndən buranı soruşurdu, 350 metr buradır. Getdi. Məsələ nədir burada? Biz nə edəcəyik? Hündürlük fərqindən temperatur fərqini tapacağıq. Necə yəni, nə cür? Gəlin baxayıq. Gəlin baxayıq. Burada hündürlük fərqi nə qədərdir? 1700-dən ilk öncə çıxaram. 350-ni olar 1350 metr. Fərq var. Temperatur üçün bizə nə lazım idi? Biz bir temperatur üçün 1000 metrdə qalxanda yuxarı, altda temperatur aşağı düşürdü. Bu yuxarı qalxanda bu aşağı düşürdü. Bitdi, getdi. Bəs 1350 metr temperatur nə qədər dəyişəcək? X. Onu tapaq burada. 1350-ni vuraq 6-ya, bölək 100-ə. Oldu 81 1000-ə. 8,1 dərəcə. Deməli, mənim hündürlük fərqim çevirdim dərəcə, oldu 8,1 dərəcə. Və burada -5 idisə, mən aşağı düşən temperatur artır. Deməli, nə edəcəm? -5 üstünə gələcəm 8,1-i, bunda cavab olacaq 3,1 dərəcə, təbii ki, müsbət. Gördünüz yoldaşlar? C variantı, müsbət, bu qədər. Məntiq eynidir, yəni temperatur fərqini təzyiq fərqinə çevirirsiniz, eyni zamanda hündürlük fərqini təzyiq fərqinə çevirə bilərsiniz, hamısı sizin öz əlinіздədir. Baxırıq 110-cu suala. Dəniz səviyyəsi yenidən dağ deyərik ki, bura 0 metrdir. Və dəniz səviyyəsindən 466 metr hündürdə, burada. Müsbət 15 temperaturu var. Əla. Bazoz zirvəsinin temperaturu. Bazozu bilirsiniz ki, 4466 metrdir. Əla. Bizə temperatur soruşursa, yenə eyni məsələdir. Hündürlük fərqin səviyyəsi temperatur fərqinə gəlin baxaq. Burada nə qədər hündürlük fərqi var? 4466-dan çıxacam 466-nı. Olacaq 4000. Bunu çevirəcəm temperatur fərqini. 1000 metrim üçün bilirsiniz ki, 6 dərəcə lazımdırsa, 4000 metr üçün lazımdır x də bərabərdir 24 dərəcə. Düzdürmü? Əla. Yəni, burada müsbət 15-dirsə, mən yuxarı qalxanda temperatur aşağı düşəcək, eləmi? Əla. 15-dən çıxarsayam 24-dür, bu da olacaq -9 dərəcə. Deməli, həmin vaxt bazar düzündə -9 dərəcə temperatur var imiş. Ora geçsəniz, soyuqdan dona bilərmişsiniz. Coğrafiyəni bilməyən baxın, önəm budur. Aha.
Yenə belə bir horizontal məsələsidir. Neçə dənədir burada hündürlük? 1, 2, 3, 4, 5 dənə var. 1, 2, 3, 4, 5 dənə burada horizontal var. Və burada bir A nöqtəsi var. Bu B'dir. Burada bir A nöqtəsi var. A məntəqəsinin təzyiqi 760'dır. Əla. A'da 760'dır yazdım bura. B'nin təzyiqi 360'dır. Bir dənə ox qoydum 360 yazdım. Sxemi göstərən R formasını və R formasını artıq deyə bilərəm də. Bu nədir? Hündürlükdür. Çünki dağdır da yəni. Mən dağa qalxdıqca nə olub? Təzyiq aşağı düşüb. Çünki mən hündürə qalxsam təzyiq aşağı düşər. Niyə? Çünki burada 760, burada 360'dır. Yəni bu dağ imiş. Mən dağı yuxarı qalxmışam, artıq mən bunu belə qoya bilərəm. Getdi. Və horizontalları soruşur məndən. Gəlin tapaq da. Yenə də həmin kimi. Təzyiq fərqini çevirəcəm hündürlük fərqini. 760'dan çıxacam 360'ı. Olacaq 400 milli. Və bilirəm ki, hər 1000 metrdə təzyiq 100 aşağı düşürsə, bəs 400 mil düşmək üçün nə qədər hündürlük lazım idi? X. Bu 2 0 getdi bundan, oldu 4000 metr. 4000 metr. Və təbii məndən kəsmə üstələri soruşur. Yəni horizontalları sayaq. 1, 2, 3, 4 dənə. 4000 böləcəm 4 olacaq, yerdə 1000 qalacaq. Bitdi. Dağdır və kəsmə üstələri 1000 metrdir. Y variantı. Baxaq, burada sual qalmadı, əla. Baxın yoldaşlar, demək yoldaşlar deyir ki bizə Bakıda havanın temperaturu 30 dərəcədir. Lap yaxşı. Nisbi rütubətli 80%'dir. Buna da lap yaxşı. 1 metr kub havanın doymasına 30 qram su buxarı. 30 qram su buxarı. Tələb olunmasında mütləq rütubətli tapın deyir. Tapaq. Baxın, rütubətli məsələlərində bir dənə qab götürürsünüz. Çox sadə qayda, əla. Və qeyd edirsiniz, burada temperatur özü üçün baxın qeyd edirsiniz. 30 dərəcədir. 30 dərəcə bilirsiniz ki, maksimum 30 qram su buxarı ola bilər. Bilin. Və bu 30 qram hal-hazırda bunun içində nə qədər su var? 80%. Yəni bunun 80%-i nədir? Su ilə doludur da bu hissəsi. Əla. Buracan 80%-dir. Əla. Bitti getdi. Buracan 80%-dirsə və bilirsiniz ki, 30 qram nə qədər olur? 100% olur. Yəni 30 qram üstənli halda bu qab tam da olsa 100% sayılardır, düzdürmü? Bitti getdi. Gəlin tənassübümüzü quraq da biz. Görə bu 80% nə qədər su buxarı deməkdir? Yəni bu 80% doludur. 80% nə qədər olacaq? Onu tapaq biz. 30 qramın 100%-dirsə əgər mütləq hər zaman 80%-də neçə qram olduğunu tapaq. Çəkirəm. Bu da olacaq x. X də bərabərdir. Sıfırlar getdi. Qaldı 24 qram. Demək bunun hal-hazırki mütləq rütubətli nə qədərmiş? Demək ki burada 24 qram su buxarı var imiş. 24 qram su buxarı var imiş. Baxın məndən bunu soruşurdu. Getdi. Mütləqi 24 demiş D variantı. Yəni hal-hazırki su. Amma mənə soruşsaydı ki, bəs bunun doyması üçün nə qədər su lazımdır? Avtomat deyəsiydim ki, burada yerdə qalan hissə 6 qramdır. 6 qram lazımdır. Cavab 6 olacaqdı. Əgər doyması üçün bu hal-hazırda faktiki sudur. Yəni bir dənə sizin qabınız var, tutaq ki, qabın 10 litri baçokdur. Bunun 80% doldu. Yəni 8 litri var içində. Tam dolması 2 litr lazımdır. Belə fikirləşin. Yəni misal, bir dənə sizin burada bidonunuz var, tutaq ki, bu qabdır, mən çəkəmədim, biraz rəssamlığım yoxdur, baçokdur. Bu baçoklu sizin 10 litr və bunun içində 8 litr su var. Bu qədər doludur bunun yəni. Su var. Desə bu qab tam dolması üçün nə qədər lazım? Deyəcəksiniz ki, burada yerdə qalan 2 litrdir də. Yəni faktiki miqdar 8 litrdir ancaq hal-hazırda olan. 2 litrdir, bəli. Gəlin biz bunu buradan test silək. Gerisinə baxaq misalın. Yəni bundan o tərəfə izah yoxdur da. Yəni gedin qəbulda partladım. Yazın 30 sualdan 30-un gəlin. Deyim ki, müəllim yazdı. 0 temperatur nisbi rütubət 20%-dir. Həmən yeni qabımı çəkirəm. Bildim. Ay aman, nə oldu buna? Aha. Qabımı təsəvvür edim burada. Bu 0 temperaturluq bir qabdır. Dərəcə. Və 0 temperatur bilirsiniz ki, maksimumda olsa 5 qram su ola bilər. Bu artıq 100%-dir. Bunu bilirsiniz. 5 qram tam dolu olsa 5 qram olacaq. Və burada cəmi
Nisbi tür 20% olan bu nisbi tür 20%'dir. Nisbi 20'dir. Yəni 20% bunun doludur. Bu qədəri dolub bunun. Bu 20%'dir. Əla. Tam doyması üçün nə qədər su buxarı? Baxın, mən izah edən məsələdir indi. Hələ gəlin baxaq görək burada faktiki nə qədər su buxarı, yəni mütləq nə qədərdir hal-hazırda. Düzdürmü? Olsa burada veribdə mən 5 qram yazmışdı bura. Yəni biz bu 20%-in nə qədər olduğunu tapaq ki, sonra məsələ yerdə qalan hissə ki yoxdur. Bu hissəni taparıq da, sonra baxın bizə bu hissə lazımdır da. Bu hissəni sonra taparıq. Tənassübümüzü qurdu. 5 qram 100% isə 20% x qramdır. X də bərabərdir. 0 bundan getdi, oldu 1 qram. Demək ki, faktiki burada bu hissə 1 qram su var imiş. Yəni bu faktikidir ki, burada 1 qram su var hal-hazırda, hal-hazırki vəziyyətdə. 1 qram su varsa, doymaq üçün nə qədər su lazımdır mənə? Yəni mənim 5 qramlıq qabım var, 11 qramda su var içində. Demək mən 4 qram töksəm bura, bu qab tam dolar. Mənə də baxın tam doymasını soruşur. Demək zat 4 qram, amma zadı 1 də var, götürə bilməzsiniz. Bir faktiki miqdardır, mütləqdir. Doymaq üçün 4 qram lazımdır. Baxıram növbəti suala yol verir. 128-ci suala baxırıq atmosfer mövzusunda. Burada mənə deyir ki, London aeroportunda okean səviyyəsində havanın temperaturu 128-dir. Əla, əla, əla. Yəni okean səviyyəsi birisi 0 metr deməkdir. Yəni 0 metr temperatur 10 dərəcədir. Bu rəngi dəyişək. Görsənsin. 0 temperatur 10 dərəcədir, müsbət. Və həmin aeroportdan havaya qalxan təyyarə 5 metr hündür uçur. Qalxdı havaya, burada uçur təyyarə, bura 5 metrdir. Getdi. Burada temperatur soruşur məndən, lap yaxşı. Biz demişik temperatur fərqi hündürlük fərqi deməkdir. Hündürlük fərqidəki temperatur fərqi deməkdir. Yəni mən baxım görməli məndə belə deyək, məndə temperaturda yəni biz bildik ki, biz 1000 metr yuxarı qalxsaq temperatur 6 dərəcə aşağı düşür, eləmi? O zaman 5000 yuxarı qalxsam temperatur düşər. X də bərabərdir 30 dərəcəyə. Deməli buradan buracan qalxınca temperatur 30 dərəcə aşağı düşəcək. Niyə? Çünki yuxarı qalxanda temperatur azalır. Nə edəcəm? Ondan çıxacağam 30-u olacaq mənfi 20 dərəcə. Getdiyən cavab olacaq A variantı. Bu qədər sadə prinsipli bir sualdır. Diqqət etmək lazımdır sadəcə. Baxaq bu suala. Deyir ki, A və B məntəqələrində bir-birinə şaqi istiqamət 4 km aralıqda. Yəni bu məsafə deyək də, yəni buradan bir dənə belə xətt qoysaq, buradan xətt keçsək, bu məsafə 4000-dir. 4000 metrdir. Bitti getdi də. A məntəqəsinin temperaturu bəllidir. Bizdə 32 dərəcədir. Bizdə B-nin temperaturunu soruşur və təzyiqini soruşur. Temperatur tapmaq üçün, təzyiq tapmaq üçün mən 4000-dən istifadə edəcəm. Gəlin baxaq. Biz bilirik ki, birinci olaraq 1000 temperatur tapaq. 1000 metr temperatur nə qədər aşağı düşür? 6 dərəcə. O zaman 4000 temperatur nə qədər aşağı düşəcək? X dərəcə. X də bərabərdir 24 dərəcə. Bunu bildik. Deməli, burada əgər 32-dirsə burada, buranı qoşulim, əsəlqəli olsun da. Burada mənim temperaturum əgər 32-dirsə A-da. O zaman B-də olacaq nə qədər? 30-24 çıxacaq, olacaq 8. Temperaturu tapmışam. İndi təzyiqi tapım deyir mənə. Gəlin tapım. Yenə 1000 metrə təzyiqim 100 milli aşağı düşürdüsə, o zaman 4000 metr düşəcək nə qədər? X milli. Bu 3 sıfırım getdi, qaldı 400. Aşağı düşdü. Deməli, burada əgər ki 400 aşağı düşəcək də, yəni məndən təzyiq fərqini hesablayın. Temperatur fərqi oldu 24, təzyiq fərqi oldu nə qədər? 400 milli. Məndən fərqi soruşurdu onsuz da. Getdi. Qədər. Bu sual da eyni sualdır. Yoldaşda 133. Baxırıq səhifə 138-ə yoldaşlar. Elə 149-dan başlayaq. Bu sualın üzərində işləyək. Aha, deməli 149-da bizə deyir ki, nə deyir bizə? Deyir ki, ABC məntəqə mütləq müqayisə edin və AB məntəqə arasında atmosfer təzyiq fərqini hesablayın. Bunlar mütləq hündürlüyünü bilmək üçün bilirəm ki, burada kəsmə yüksəkliyi 150 metrdir. Baxın görürsünüz, sıfırdan qalxmışam 150 olub. Kəsmə yüksəkliyim 150 metrdir. Bunu bildim. Yazıram bura. Kəsmə 150 metrdir. Əla. Bizdən A ilə B-nin hündürlükləri müqayisə edildi. B-nin hündürlüyü nə qədərdir? Bura 150-dirsə, bura 300-dür, bura 450, bura 600. Aha. Deməli, B-nin hündürlüyü 600 metrdir. B 600 metrdə yerləşir. Gəlin C-ni tapayıq da biz. C-də baxırsınız ki, bura 150-dirsə, bura olacaq 300, 450, 600.
C də 600-dür. Yəni qısa olaraq B bərabərdir C-yə, o da böyükdür A-dan. Bu harda var? Bir dənə A-da vardı. Elə bu getdi delta C-sini tapmağına nə ehtiyacı var ki? Amma yox. Mənə təzyiqi tap deyirsə, düzgün hesabladım mən. 150 burası 400, 300, 450, 600. Hə, düzdür. Düz tapmışam. Mənə təzyiq fərqini tapın deyir A ilə B arasında. A ilə B nə qədər hündürlük fərqi var? Hündürlük fərqi təzyiq fərqidir, bilirsiniz. 1, 2, 3. 300 metr var. Bitti getdi də. Mən də bilirəm avtomatik mənim 100 metrim üçün 100 metr üçün qalxanda 10 milli aşağı düşürsə 300 metr üçün nə qədər olacaq bu? X olacaq. Bu da getdi bundan olacaq 30 milli. Yəni, təbii ki, elə deyil. Baxaq dənə. 300 deyil axı. 1, 2, 3 dənə 450 metr idi bu. 300 deyil, 450 idi. Mən bunu niyə səhv elədim ki? 450 deyib 300 yazıram. 450 metrdə burada təzyiq hündürlük fərqi var. Bu da x-dir. 10-dan 10 getdi, qaldı 45 millimetr. Ümumi təzyiq düz tapmışıq. Təzyiq fərqi 45 millimetrdir. Niyə? Çünki hündürlük fərqini çəkdim təzyiq fərqinə və bu da bizim bərabərliyimiz. Təbii ki, 150 də eyni sualdır. Gəlin baxaq növbəti suallarımıza. Deyir ki, bizə mütləq yüksəklik 4000 metr olan 4 çəkirsən, Allah çəkirəm. O qədər başıma gəlib, danışmışam, bir 10 dəqiqə baxmışam, videonu qoşmamışam, boş-boş gedib. Mütləq yüksəklik 4000 metr olan A məntəqəsi. Demə, A-nın yüksəkliyi var, 4000 metrdir. Ox, qoyuram, burada 4000 yazıram. 4000-dir. Və havanın temperaturu bəlində neçədən var burada? 1, 2, 3, 4, 5 dənə var. Gəl də mütəfə çəkeyim. Aha, demək, A-nın hündürlüyü 4000 metrdir. Bunu bildik. Yazdım burada 4000. Çox pinti yazdım, bu bir düzəldim. 4000-dir. Əla. Və temperatur bəllidir. -15. Buna da okey. Kəsmə üstü 500-dür. Buna da okey. B məntəqəsi mütləq hündürlük tapın deyir. Tapmaq üçün baxıram burada 1, 2, 3, 4 dənə horizontal var. 4-ü vururam 500, 2000. 4000-dən çıxıram 2000, qalır 2000. B hündürlüyünü tapdım. B 2000-dir. Cavab Y bəndə. Amma ya temperatur tapım da mən. Yəni buradan buraya 2000 fərq var. Düzdürmü? 4000, 2000 çıxıram 2000 qalır. B oldu 2000. Aha. Və məndən hündürlük temperatur fərqində soruşur. Gəlin tapaq. 1000 metr temperaturun düşməsi üçün 1000 metr üçün alt dərəcə temperatur düşmürdü aşağı. 2000 metr üçün nə qədər olacaq bu? X, X də bərabərdir 12 dərəcə. Bitdi, getdi 12. Deməli A-da 4000-dən -15 üstünə 12 gəlməliyim. Çünki aşağı düşən temperatur artır. Aşağı düşən temperatur artır da plus yazmalıyam. Və burada -15-in üstünə gəlsəm 12 nə olacaq? -3. Sayımız onsuz tapmışdıq, lap dəqiq oldu indi. Aydın məsələ ki, obüsdə eyni sualdır. Gəlin baxaq, keçək başqa suallara. Mən yoldaşlar, baxırıq, bir dənə burada qəşəng sual tapmışam. Səhv 139, 164-cü sualdır. Nə deyir bizə? Deyir ki, dağın yamacının yenidən dağımız var bizim burada. Əyridən dağ çəkə, əyridən. Tarixdə belə dağ olmayıb, amma yenə də. Yamacında temperatur 1500-dür. Yamacında 1500 yüksəkdə. Yamacda 1500 yüksəkdə temperatur müsbət 9-dur. Yəni, bura olsun 1500 və temperatur olsun müsbət 9 dərəcə. Bu dağda 4000 metr hündürlükdə havanın temperaturu və atmosfer təzyiqini hesablayın. Əla. Bura dağ 4000 metrdir. Bunu mən tapmayım üçün mənim bilirikdə artıq demişik bir dəfə. Hündürlük fərqini taparam. Sonra oradan temperatur taparam. Hündürlük fərqi olacaq nə qədər? 4000-dən 1500 çıxsam olacaq nə qədər? 2500 olacaq, düzdür? 2500 çəkir, hə, çəkir. Olacaq 2500. Mən bunu çevirəcəm, telefonu yara getdi yenə. Yəni, bu 2500-ü mən çevirəcəm nəyə? Temperatur fərqinə. Bilirəm ki, mənim 1000 metr qalxan temperatur nə qədər aşağı düşür? 6 dərəcə. O zaman 2500-ün də aşağı düşəcək nə qədər? X dərəcə. X də bərabərdir. Bu 2 0 getdi. 13 dərəcə. 6, 5, 36, 13 dərəcə. Bitdi, getdi. Biz də bir yuxarı qalxıcın axı temperatur neyinir? Aşağı düşür. Onu çıxmalıyam. 9-dan çıxacam 13-ü eləyəcək -4 dərəcə. Yəni, buranın temperaturu -4 imiş. Bunu tapdım. Vay ama. Niyə səhv tapdım ki? 6, 5, 30, 6, hə, burada 15 eləyir, 15. 15 bu da olacaq onda 6, -6, burada 15 eləyir.
-6 ya B-dir, ya C-dir. Və mənə atmos təzyiqini tapaq gəlin. Atmos təzyiqini dəqiq biləcəyik də. Tamam, biz hündür fərqini tapmışdıq, eləmi? Hündür fərqi nə qədər idi? 2500 metr. Biz bildik ki, hündürlüyə qalxsa 1000 metr təzyiq nə qədər aşağı düşürdü? 100 milli. O zaman 2500 metr üçün təzyiq nə qədər düşəcək? X. Bu da olacaq 2 0 getdi, 1 0 getdi, qaldı 250 millimetr təzyiq fərqi var imiş. 250. Yəni burada əgər ki bunu artıq biz tapmalıyıq nə ilə yoldaşlar? Mən sualın axıracan oxumamışam. Nəzarət ki, dağ ətəyində dəniz səviyyəsini yerləşir və burada dəniz səviyyəsi burada 760 mil civə sütunu var, düzdürmü? Və fərq nə qədər? 4000 metrdir. Mən artıq bunu bundan tapmayacağam. Fərq 4000, mən bundan tapmayacağım. Mən bu fərqi 4000 ilə tapacağam. Bilirəm ki, yenə də təzyiq 1000 metrdə nə qədər düşürdü? 100 milli düşürdü. 4000 metr nə qədər düşəcək? X də bərabərdir 400 eləyəcək. Və burada 760 isə yuxarı qalxsan azalacaq, olacaq 360. Yəni B variantı. Getdi. Elə yoldaşlar, burada bir sual var, onu da işləyək 163-də. Onu bu üzərində işləyək, çətin sual deyil, yəni az yer tutacaq onsuz da. Tabii bunu köstürmədim başqa yerə. Aha, deyir ki bizə o ətəyi okean səviyyəsi, yəni 0 metr. Yerləşən dağın 2360 metr yüksəkdə təzyiq hesablayın. Yəni bir dənə dağdır, baxım daha. Bu dağın ətəyi 0 metrdədir və dəniz səviyyəsi, yəni bura 760 mm civə sütunu bilirsiniz. Buradan qalxmışam nə qədər yuxarı? 2260 metr. Yəni o çevre təzyiqə, hər 1000 metr qalxanda təzyiq 100 milli aşağı düşürdüsə, o zaman 2660 metrə düşəcək X, 2 0 bundan gibi 0 bundan qaldı 266 millimetr. 760-dan çıxacam, çünki yuxarı qalxanda aşağı düşür təzyiq avtomatik. 760-dan da çıxanda 266-nı olacaq nə qədər? 4, 9, 4, 494 getdi. Baxaq yoldaşlar 171-ci suala, səhifə neçədir bu? Səhifə 141-ə baxırıq. 171-ci atmosfer mövzusu. Deyir, sxemə əsasən M nöqtəsində mütləq hündürlüyünü K və M nöqtələri arasında temperatur fərqini tapın. Lap yaxşı. M-in hündürlüyünü mən hardan taparım? Baxın, bu ta ki özü bu qəbul tipli sualdır. Diqqət edirəm, M-mənizi tapa bilərəm. Baxıram, burada mənim əlimdə nə var malzəmələrdən? Mənim əlimdə var 4 düzündən 1000 var. 400-dən 1000 var. Və bu aradan, bu fərqdən mən taparam kəsmə yüksəkliyi. Əla. Mənim kəsmə yüksəkliyi nə qədər olasıdır? 1000-dən çıxaram 400-ü, olar 600. Düzdür? Əla. 600 də bölürəm 3 dənə horizontala, düşər 200. Demək, kəsmə yüksəkliyi 200 metriymiş. Bunu bildim. Əla. Məndən K-nın M arasında fərqi soruşurdun. Gəlin M-in hündürlüyünü tapaq. M bilinci yadda saxlayın. M 1200 ola bilməz. Mən bunu horizontal mövzusunu ətrafı izah eləmişəm. Çünki kəsmə yüksəkliyi baxın 2000-dirsə, yəni baxın bura 1000-dirsə, bura artıq 1200 olmalıdır. Kəsmə yüksəkliyi 1200-dür. Görürsünüz ki, burada horizontal yoxdur. DM ətrafında horizontal yoxdur. Yəni bu haradsa 1000 ilə 1200 arasında bir yerdədir. Yəni burada bir yerdədir. 1000 ilə 1200 arasında Y bəndə getdi. Ya B'dir, ya A'dır, ya D'dir. Handa bunda türkü yatıb bunda. Gəlin bundan məsələyə baxaq. K nə qədərdir? K'nın hündürlüyü 200-dür. Hardan bilirəm? 400-dən 200 çıxdım. K 200-dür. Əla. Və bizdən K'nın M-in hündürlüyü K arasında temperatur fərqini soruşur məndən. K'nın M arasında. Bu hər nə söhbətdirsə K və M arasındakı temperatur fərqini tapın hesablan deyib. Əla. Burada hündürlük fərqi nə qədərdir? Gəlin baxaq variantlarla işləyək də. Əgər bunların arasında hündürlük fərqi, məsələn, tutaq ki, məsələn, M tutaq ki 1115-dirsə, mən 1115-dən 200 çıxsam nə qədər qalır? 1115-dən çıxsam 200-ü olacaq 5, 1, 9. 915 metr. Yəni bu 915 metr mən çevirim temperatur fərqinə, deyiləmi? Əla. Hündürlük fərqi temperatur fərqidir. Yoxlayım da. 1000 metrdə əgər ki, alt dərəcə dəyişirsə temperatur, o zaman 915 metrə dəyişəcək nə qədər? X.
915 tez vurun burada 6'ya bölün 1000'e. 915 vurulsun 6 bölünsün 1000. Düşüb 5'dən %49. Demək A bəndi səhv imiş. Gördünüz? A getdi. İndi keçirəm nə hansı yoxlayacağam? Yoxlayacağım burada sizin üçün nəyi? B variantını. Kəsmə yüksəliyə indi əgər M 1100 metrdirsə, 2100 metr ola bilər. Onda fərq olacaq 9 metr, düzdürmü? 9 olacaq fərq. 1000-dən 200 çıxan, 1100-dən 200 çıxan 9 eləyir. Yenə də 1000 metri əgər temperatur 6 dərəcə dəyişirsə, o zaman 9 metr dəyişəcək. X. Bu da eləyəcək 9 6-nın 54 olacaq 5,4. Baxın, bu da yanlışdır. Keçdim D variantına. D variantına. Mən bunu sizə bayağı usulunu öyrədirəm də. Bayağı usulunu öyrədirəm. İndi əgər 1150-dirsə, əgər M, onda o zaman 1150-dən çıxım 200-ü qalsın yerdə nə qədər? 0, 5, 950 qalsın. 950 qalsınsa, o zaman 1000 metrdə əgər ki, fərq 6 dərəcədirsə, 950 metrdə nə qədər olacaq? X. X də bərabər 950-ni vurun 1000-ə, bölüm 6-ya bölün 1000-ə. 950 vurulsun 6, bölünsün 1000. Aha. Düzün cavab eləməyəm nə imiş? D variantı imiş. Demək, M-in hündürlüyü 1150 imiş. Bitti, getdi. Və temperatur fərqi 5,7 imiş. Gördünüz ki, nədir məsələ? Bu qədər sadə, bəsit misaldır. Keçdi növbə suala. Aha. Deməli, 173-ə baxırıq. 173-də bizə deyir ki, nisbin 4500 dağlıdır nə? Baxım, dənə dağdır. Burası 0 metrdir. Və nisbi 4500 metr. Yəni, bura 4500-də bitti, getdi. Bura 4500 metrdir. Ətəyində dağın temperatur 10 dərəcə. Burada temperatur 10 dərəcədir. Bunu bildim. Əla. Və atmosfer təzyiqi 759-dur. Bunu da bildim. Bunlar hamısı 0-dadır, ha. Və onun təcrübəsində, yəni burada bizdən, baxın, burada təzyiqi və bizdən baxın, bu nöqtədə təzyiqi və temperatur soruşur. Bir dənə burada bizim işimiz nədir? Hündür fərqindən tapıb temperatur təzyiq fərqini tapmaq. Birinci demək, biz bildik ki, 1000 metrdə temperatur 6 düşürsə, 4500-ə düşəcək nə qədər? X. X də bərabərdir, bu 2 0 getdi, 27 olacaq. 27 dərəcə. Deməli, 4500 27 dərəcə dəyişir. Burada 10-dursa, nə edəcəm? Ondan, yuxarı qalxan temperatur aşağı düşür. Ondan çıxacam 27-ni, cavab da olacaq mənfi 17. Artıq burada temperatur bilirəm, mənfi 17-dir. İndi buranı silmək olar. Buranı silmək olar. İndi kesin təzyiq fərqini tapıram. 1000 metrə təzyiq nə qədər düşür aşağı? 100 mm. O zaman 4500-ə nə qədər düşəcək aşağı? X, 2 0, 2 0, 1 0, 1 0 oldu 450 mm cibə üstünü. Və burada 759-su yuxarı qalxan təzyiqdən 2 aşağı düşür, temperatur təzyiqdir. 759-dan çıxıram 450-ni. Bərabərdir 9, 0, 309 milli. Cavab olacaq nə? A variantı. Bu qədər sadə sual. Müəlliminizin qədrini bilin. Qədrini bilin. Keçək yuxarı baxaq ki, sual var. Tapaydı özümüz üçün. Aha. 174-ə baxırıq. Eləmi yoldaşlar? Video çəkirmi? Çəkir. Əla, super. Okean səviyyəsində hansı yüksək havanın temperaturu mənfi 4 olar? Faktiki burada 0-da 20-dirsə, mən 20-dən nə çıxsam mənfi 4 eləyər. 24 çıxsam. Deməli, mən yüksəyə doğru 24 dərəcə qalxsam, həmin yerdə temperatur mənfi 4 olar. O zaman 1000 metrə temperatur əgər ki 6 dərəcə düşürsə, bəs 24 dərəcə düşməsi üçün nə qədər hündürlük lazımdır? X bərabərdir 4000 metr. Deməli, həmin məntəqə 4000 dəymiş, yəni burada. Y variantı. Hardan bildim? Yəni, ətəkdə 20 metr, 20 dərəcədirsə, qalxacağım yerdə mənfi 4 olmalıdır. Yəni, yuxarı qalxsan temperatur aşağı düşdüyü üçündür. Mən 20-dən çıxıram, nə çıxsam mənfi 4 eləyir. 24 çıxsam da, burada bir riyaziyyat yaxşı bilmək lazımdır. Aha, getdi. Demək, o 4000 metr imiş də, o həmin 24-də 4000 metr imiş. 170 baxırıq, 175 sual borçlu. Deməli, deyir bizə ki, okean səviyyəsində 1000 metr yüksəklikdə yerləşən dağın ətəyindən bir dənə dağdır. Əla.
Bu okean səviyyəsidir təbii ki. Burada 1000 metr yüksəkdə təzyiq 660-dır, eləmi? Təzyiq 660-dır və nisbi 4000 metrdir. Yəni nisbi 4000-dirsə, yəni 1000 buracan gəlmişdim, 4000-də yuxarı qalxacam, olacaq bura 5000. Bitti getdi. Bura olacaq 5000 metr. 5000 metr, əla. Və bizdən dağın zirvəsində biz hündürlük tapdıq artıq. Hündürlüyü bildik. Kütlə hündürlük 5000-dir. Və zirvədə bizdən təzyiqi soruşur. Bitti getdi də. Gəlin bizə nə verilib? Baxın bizə bu məsafə verilib də. Burada təzyiq, bu məsafə fərqini tapsam təzyiqi taparam da. Necə? Məsələn bu məsafə fərqini taparam, 660-dan çıxaram da. Burada nə qədər təzyiq hündürlük fərqi var? 4000 metr. Niyə 5000 çıxan 4000 eləyir? 1000 metrə təbii ki 100 milli təzyiq aşağı düşürsə 4000 metrə düşəcək. X milli. X də bərabərdir 400. Deməli 660-dan mən başlayanda təzyiq aşağı düşür. 660-dan çıxacam nəyi? 400-ü qalacaq 260. Cavab olacaq C variantı. C variantı olur da. 660-dan çıxıram nəyi? 400 çıxıram da düzdür. Davam eləyək yoldaşlar. Deməli, gəlin buranı silək bir damcını. Burada yer açılsın özümüz üçün. Artıq bunu da bildik. Aha, maraqlı sualdır. 176. Deyir ki, bizə 1 metr havada 17 qram su buxarı ola bilər. Bunu bilirik də. Baxın, bir dənə qab çəkdik. Su buxarı ola bilər. Temperatur 20-dir. Əla. Və burada maksimum 17 qram ola bilər. Bu da bilirsiniz ki, 100%-dir. Əla. Lakin yoxlama zamanı həmin temperaturda 1 metr havada cəmi 6,3 qram su buxarı olduğu müəyyən edilmişdir. Yəni cəmi burada 6,8 qram su buxarı var imiş. Nisbi tübü tapındı. Gəlin tapaq nə var ki burada. Bəlkə izah eləmişəm. Aydın məsələdir. Yəni 17 qram əgər ki 100%-dirsə, faktiki miqdarı nə qədərdir? 6,8 qramdır. Qram altına yazılmalıdır. Bu da eləyəcək x%. Getdi. Yəni bu nisbi tübətli olacaq. X də bərabərdir 6,8-i vursam 100-ə 680, 17-yə bölsəm edir nə? 40. Yəni 40%. C variantı bitti getdi. Çox çətin sual deyildi. Yazıb qab götürün, qabdan işləyin, çox sadə şəkildə biləcəksiniz. Baxaq 177 də eyni sual deyəsən, amma yazaq onda. Video çəkir. Çəkir, hə, düzdür. Deməli, yenə deyir ki, 177-də 20 dərəcə temperaturda, bilirsiniz, temp 20 temperaturda maksimum 17 qram ola bilər. Maksimumda olsa, bu da 100% deməkdir, bunu da bilirsiniz. Əgər 17 qramda olsa 100% eləyəcək və mütləq rütubətliyi 12 qramdır. Yəni, burada cəmi 12 qram su var hal-hazırda. Yəni, bu qalan hissəsi boşdur da. Və bizdən nisbi rütubət tapındı. Yeni misaldır. Yenə də 17 qramın, qardaşlar, bacılar, 100%-dirsə, faktiki miqdar 12 qramdır. Bu deyilir x%. Gəlin 12 vuraq 100-ə bölək 17-yə də. 12 vurulsun 100, bölünsün 17. Bu deyilir 70 tamamda neçə faiz? Təqribən 6. Yəni A variantı yuvarlaq olaraq. Bitti getdi. Qab məsələlərində qabın özünü çəkin, ördün temperaturu qeyd edin. Burada faktiki miqdarını, yəni ola biləcəyini qeyd edin. Hər zaman 100% olsa tam sayılır. Verilən miqdar oldu 70,6%. Yəni bu 70,6% doluymuş. Harca təqribən 29,4% boş imiş. Baxırıq sual deməli, bunu da elədik. 178-ə baxırıq yoldaşlar. Deməli 10 dərəcə temperaturdursa, bildik ki, bir dənə qab çəkək. 10 dərəcə temperaturu qeyd eləyək. Burada maksimum 9 qram su buxarı alır, bunu bilirik. Bu 9 qram varsa bu 100% deməkdir. Bunu da bilirik. Əlviz öyrəşdirim buna. Və nisbi bu 50%-dir. Yəni 50%-i bunu doludur da, düzdürmü? 50%-ni şifa bilirsiniz də. 100-ün, yəni 9-un 50%-i 4,5 qram edir. Bu yazma ehtiyac yoxdur. Qram eləyir. Və faktiki su miqdarı 4,5 qramdır. Doyma üçün 4,5 qram lazımdır. Bitti getdi. Yəni faktiki miqdarı 4,5 qramdır. 9-un 50% 4,5 eləyir. Yarı və yarı deməkdir. Və bu tam dolası olsa, 4,5 qram lazımdır ki, tam dolsun. Elə cavab olacaq A variantı. Tabii bunun güclü izah eləməyə ehtiyac yox idi. Başa düşdünüz artıq.
Baxırıq növbəti suala 179-da. Deyir ki, temperatur 30 dərəcə. Həmən qabı çəkirəm. Bura 30 dərəcədirsə, burada 30 qram su buxarı ola bilər. Bu qədər olsa bu 100% sayılır. Bunu bilin. Tam dolu qab 100%dir. Doyma üçün 30 qram su var. Faktiki də 12 qram su var. Burada 12 qram su var. Əla. Ardını oxumuram da. Yəni 30 qram əgər ki 100%dirsə, qram altına 12 qram x%dir. Bu da eləyir 12.200-ü bölsəm 30-a eləyəcək 40. Yəni burada faktik 40% su var. Bu 40% deməcəymiş. Mən nə soruşur? Nisbi tütəmumlu necə alım? Nisbi tübət tapım. Nisbi tübətim 40%. D variantı olacaq yəqin ki. Baxım da nə? D variantı getdi. Düz tapdıq da bəli. Yəni nisbi tübətli tapım deyirəm. Baxaq 180-ə yoldaşlar. Bir dənə qabdır burada. Qabın temperaturu 30 dərəcədir. Bu temperaturda maksimum 30 qram ola bilər. Tam da olsa əgər. Bu da bilirsiniz ki 100% deməkdir. Və bu temperaturda havanın nisbi tübəti 36%. Yəni 36% nisbi tübətlik var. Biz ardını oxumuram. Gəlin bu nisbi tübətin neçə qram olduğunu tapaq. Bilirik ki 30 qramımız 100%-dirsə, avtomatik 36% nə qədər olacaq? X də bərabərdir. 36-nı vur 30-a böl 100-ə. Burasını 30 bölünsün 100. 0-ın 1-i getdi. 36-nı 3-ə vursam eləyir neçə? 3, 6, 18, 109, 108, 108 bölsəm 18. Yəni burada 10,8 qram su buxarı var imiş faktik olaraq. Və doyma üçün nə qədər lazımdır? Hərdən doyma miqdarı çatışmayan soruşur. Baxın, çatışmayan soruşur bizdən. 30-dan çıxaram da, yəni doyma üçün faktiki bu qədər varsa, bizdən baxın doymanı soruşur. 30-dan çıxaram 10,8 taparam da nə qədər doymaq lazımdır? 2, 9, 19. 19,2 qram doymaq üçün su buxarı lazım imiş. Yəni baxın, çaşdırmayın. Cavabda görürsünüz 10,8 də var. Bu cavab deyil. Bu faktiki miqdardır. Bizdən doymanı soruşur. Doymaq üçün 19. Təbii ki, qabımız var. 30 litr sudur. Bu qabda 20 litr su var. Sizdə nə qədər töksüz qab tamdır? 10 litr töksüz qab tam da olar da. Eyni məntiqdir yəni. Eyni məntiqdir. Baxın, səhvə 100 baxaq. Birinci sual nə deyir bizə? Sxemə əsasən obyektlər arasındakı nisbi hündürlüyü tapın. Nisbi hündürlüyü və təzyiq fərqini müəyyən. Nisbi tapım, təzyiq fərqini taparam. Nə var ki orada? Deməli, baxırıq yoldaşlar. Am temperaturu 30 dərəcədə görürsünüz. Temperatur 30-dur. Xətti çıqqıldlaşdırıq. 30-dur. B'də temperatur 0 dərəcədir. Biz bildik ki, 1000 metrdə temperatur nə qədər dəyişir? 6 dərəcə. Bəs 30 dərəcə temperaturun dəyişməsi üçün nə qədər hündürlük lazımdır? X də bərabərdir 5000 metr. Deməli, B'nin hündürlüyü 5000 metr imiş. Bunu tapdım. 5000 imiş. Mənə nə soruşur? Məndən obyektin nisbi hündürlüyü. Nisbi hündürlüyü 5000-dir də. Bitdi getdi. Yəni A'dan B'yə qədər məsafə 5000 metr imiş. Ya D'dir, ya Y'dir. Əla. Və təzyiq fərqini tapın. Əla. Biz də bildik ki bir şeyi. 1000 metrə qalxanda yuxarı təzyiq nə qədər düşür? 100 milli. Eləmi? Əla. Bəs 5000 yuxarı qalxsam təzyiq nə qədər düşər? X. 5000 getdi, 500 düşərdə. Cavab D variantı. Təzyiq fərqi 500 oldu. Bu da belə rahat sual idi. Baxırıq 90-a. 90 əslində heç ehtiyac yoxdur. 90-da misal yoxdur. Bu heç 90, 91, 92 getdişinə, 93 getdişinə, 94 getdişinə. Bizə məsələ lazımdır. Məsələ şifahi biz nə edirik? Biz məsələlərə